Selamünaleyküm hanımlar, kanalıma hoş gelmişsiniz. Bugün Mısır'dan bəzi paltarlar gəldi, onları göstərmək istəyirəm sizə. Yəni, hərəsinin az gətirmişik hələ ki. Yenilərdən, bu modellərdən gətirmədiklərimiz. Yox, bir-iki model təkrarda. Çünki bunlar bəyənilən modellər idi, tezdən gətirmişik. Amma yeniləri də var. Onları göstərmək istəyirəm əvvəl sizə. Sonra Instagram, TikTok'da paylaşım. Kısa olacak bu defa video çünkü bir yenileri göstermişim. Bunlar ise bugün gəldiğimləri göstərim sizə. Belə baxız, şirin belə namaz xalçalardı, sumkalarından bir yerde. Əslində mən bunları şəkildə bu boyda görmüştüm. Elə bilirdim belənci bir şey olacaq. Böyle namaz xalçalar var bizdə. Balaca sumkaya koymaq üçün də. Bu ise bunu da hələ o ölçüdə təsəvvürləmişdim. Nazik bir şey. Akazvitska böyleymiş. Böyük bir şeydir. Materialda baxız belədir. Şimdi kimi göstərim. Qalındır. Həm sumkası qalındır. Həm içindəki. Siz içindəki o belə qalın deyil. Amma təsəvvür elədiyimdən qalındır. Masası nazik göstərdim. Ölçüsü də xeyli büyükədir. Özünü gözəldir. Çehre ayrı renkdedir. Kamerada başka cür görünür. Bunu böyle yol üçün, mesela üçün, kiməsə hediye üçün də, ya uşaqlara hediye eləməyə, ya nə bilim, böyük insana da hediye eləmək çok güzel bir hediye olar məncə. Bu sonra yerləşdirərəm. Bu o rengidir, bu da belə. Bunu da açıb göstəreyim. Rastvitqasına. Gözdən gözəl rengi var. Çok geçen belə, ürək açan bir renkdir. Süper görünür. Bence iki dənədir. Kim istəyirsə tələssin. Çünki qalmaya bilər. Sonra geyimlərdən göstərim. Belə bir gözəl bir abaya kimi bir dondu. Dondu əslində abaya gedir bunun adı. Amma abayalar məncə açıq olmur. Yoxsa mən səhv bilirəm. Baxız belə bir geniş bir dondu. Məsəl üçün kimlərsə gəlirlər deyirlər iç göstərməsin, enli olsun. Bu modeller süperdir də eləncə bir şeyə görə. Nə iç göstərməyi yoxdur, çünki qalın bir material. Qalın o mənada qalın deyil, yəni ki, qış üçün olan. Prosta bunun materialı elədir ki, burada bu materiallar bilməm var ya yox, iç göstərmir də ümumiyyətlə. O birisiləri bəzi modeller var ki, bu tərəfdən o tərəf görünür də. Burada da belə ortasında knopkası var. Mən də deyirdim nəyəcə bunda dikiş yoxdur. Adətən Mısırın paltalarında dikiş olur. Burada knopkadır, taxırsınız. Buradan qol qaldıranda qol açılmır. Həm enlidir, xeyli enlidir. Mısırın olmağın etiket qarşısında indi yaxşı ütülənməyib. Ona görə belə belə qatları var, arxada da həmçinin belə parça. Baxız. Qolundakı detalı kimi. Bu belə möhtəşəm modeldir. Hələ bu L razmeridir. L razmeri bu boydadır. Çünki ondan böyük sifariş verməmişəm. Çünki xeyli enlidir. Bundan da çox xoşum gəldi mənim. Bunun resimkasından, modelindən, parçasından. Özdə bunu heç etməməyə də elə ehtiyac da yoxdur. Çox yaxşı materialda var. Bir rahat bir geyimdir məncə. Qolları belənçə rezinkalı. Xeyli enli. Dolu xanımlar da geyinə bilər, arıq xanımlar da geyinə bilər. Geçən qalar. Belənçə çox gözəl bir dondu. Cipləri var. Yox. Cipləri yoxdur. Yaxından materialına baxız. Belə jaddi kimidir. Bu da bu standart modeldir. Bunun ölçüsü yoxdur. Sonra bundan da çox xoşum gəlir mənim. Bu da həmçinin materialına baxız. Gözəldir. Bunun da qollarında oca dikiş var, knopka yox. Belə bir çok güzel böyle modeldir. Baxırsan burada enlidir. İçdə göstərmək ehtimalı yoxdur bunlarda məncə. Qaranlıqda işıq hardansa vuranda bu hissədən bilmirəm görünər ya yox, onu yalan deyərəm. Amma ki məsəl üçün bəzi modeller var ki, belə baxanda bilinir də onlardan görünür. Amma bunlardan qətiyyən heç nə görünür. Baxanda. Bir de böyle bir don göstereyim size. Bunun böyle bir dondu qollarına baxız belə.
Böyle bir qoldu. Gözəl qalır bu model əlində. Özüm giyinib baxmamışam, amma sifariş verəndə şəkildə görmüşdüm də. Çox qəşəng qalır əlində. Özdə oradakı modellərin üzərində arıq, belə incə-incə xanımların üstündə göstərirlər də onları. Öz dolu xanımların üzərində paltarları göstərirlər. Hələ ki deməkdir ki, yəni böyük bədən xanımları da gedər. Bu da ki standartdır, bu da ölçüsü yoxdur. Sonra belə bir abayamız. Axıra kimi zamoklu olan materialdakı baxız. Burada başqadır. Burada başqadır, burada başqadır. Enli qol, uzun bir abaya. Bu da standart ölçüdür. Bir də yenilik, yeni bir şey gətirdiklərimizdən biri nədir? İndi bəziləri deyər ki, elədir, amma tələbat var deyə gətirmişik. Belə bir dəniz geyimləri. Mütləq deyil dənizə giyinmək, baseynlə qadınlar olan. Həm kim necə istəyir də. Dəniz üçün, baseyn üçün belə bir geyim. Belə bir şalvardır. Belə tez quruyan materialdır da bu. Və üstündə belə bir enli zamoklu bir şeydir. Burada iplər də var, kim istəsə bağlaya bilər, kim istəsə aça bilər. Uzundur. Amma tam uzun deyil də. İndi baxır ki, necə. Yəni, amma tam yerə kimi uzunluq deyil. Topuğa kimidir. Və bunun rəngləri var. Düzdür, hərəsi başqa-başqa razmerdədir. Qarası məsəl üçün XXL-dir. Xaki rəngi XL-dir. Bu da XL-dir. Boz rəngi. Və göy rəngi. Bu da XXL-dir. Belə bir geyimlər. Hələ ki bunları göstərdim. Az da olsa, yəni olanları göstərdim ki bunlar. Yəni kim istəsə gəlib indidən götürə bilər. Çünki az sayıdır. Hamısının tək-təkdir. Bu dəniz geyimlərindəki hərəsinin hər rəngdən bir ədəddir. Ona görə bilmə masalçaları da həmçinin. Ona görə kim istəyirsə tələsib indidən gəlib götürə bilər. Ya da ki, kimsə məsəl üçün iş nömrəmizi hamı bilir də demək olar ki, kanalımı izləyənlər Instagramda, TikTokda da var. Kim istəsə saxlatdıra bilər ki, yəni satılana kimi də. Yəni indi bunu çalışacağım, bu videonu bugün paylaşım. Tez bir zamanda görəsiz deyəm. Ona görə tələsin. Sağ olun, salamat qalın.